İndi qeyd edəcəyim bu məsələni bəlkə də həqiqətən siz xəyal gücünün məhsulu olduğunu deyərək qəbul etməyə bilərsiniz. İnanın sizi başa düşürəm. Amma heç olmasa belə bir versiyanın, alternativ düşüncənin, fikrin də olduğunu nəzərə almağınız üçün mən istəyirəm həmin o məsələni burada sizinlə bölüşüm. Yəni nöqtənin üstdə deyil, altda yazılması fərqli mənaya səbəb olur. Yəni nəlikə yox, bəlikə. Yəni yaxşı, bəlun sözü olsa nə olacaq? Deməli dostlar, bəlikə olanda sənə qarşı gələn adamı, sənə qarşı çıxan adamı öldürmək mənasında. Yalnız rozet daşı tapılandan sonra Rəşid daşı. Rəşid şəhəridir Misirdə, orada tapılıb, onu gedirlər. Tapılandan sonra biliblər ki, bu kitabları oxuyub görüblər ki, həqiqətən də Haman Firon dövründə idi və vəzifəsi nə idi? Bu Quranın elmi kəşfi tarixi şəxslə bağlı idi ki, həmin bu şəxsiyyət idi Zahir bəy. Bəli. İndi Quran barədə yenə də həmişə deyirlər ki, bu Quran o Quran deyil. Biz əvvəllər keçən ildə sizə göstərdik, yəni başqa bir formasını göstərəcəm inşallah ki, həqiqətən əlimizdə olan Quran nüsxəsi dünyada heç dəyişilməzdir və heç bir fərqi yoxdur. Bununla bağlı bir maraqlı misal deyim. Abbas xəlifəsi Məmun, onun məclisində bir yahudi olur, gözəl xəttli olan yahudi olur və həmişə bu elmi məclislər qurarmış, fərqli müxtəlif dinli vətəndaşlarını çağırardı, söhbət edərdilər. Bu yahudi aliminə deyir ki, İslamı qəbul eləmə, sənə belə və s. belə yaxşılıq eləməsən, o İslamı qəbul eləmir. Sonra isə bir il keçəndən sonra yenə məclisində görür ki, bu insan müsəlmandır, alimdir və dindən gözəl bilir ki, həmin bu yahudi şəxs çox gözəl bilir. Ondan soruşur ki, sən necə İslam qəbul edin? Mən sənə dedim, qəbul eləmədim, səbəb nə oldu? Gör nə deyir. Bu alim deyir ki, bunu Qurtubi öz təfsirinə gətirib, İbn Cövzi həmçinin tarix kitabını gətirib. Deyir ki, siz bilirsiniz ki, mən yaxşı gözəl yazı yazmağa bacaranam, alimdir o. Mən deyir, Tövratı yazdım deyir özüm əlimlə, gözəl xətlə gözəl yazıb. O vaxtı indiki kimi deyil. Gözəl xəttlər daha çox cəzb edirdi və insana daha çox oxuyurdu. Xəttatlar var idi, o vaxt deyirdilər. Yazdım deyir, öz dillərində, hayır ərəbcə, öz dilində yazdım deyir. Tövratı artırdım, əskiltdim deyir. Verdim deyir ki, sinagoga götürdülər sevinə-sevinə, qoydular ki, bu bizim kitabımızdır. Həmçinin İncili deyir. Yazdım, artırdım, azaltdım, özümlə əlavə etdim, gözəl xətlə yazdım kitab. Verdim kilsəyə götürdülər sevinə-sevinə, qoydular ki, bu bizim kitabımızdır bəli. Amma deyir Quranı yazdım deyir, artırdım, əskiltdim deyir, azaltdım, dəyişdim. Heç məscidə yox ha, məscidə universitet deyir, verdim deyir, mətbəyə verdim. İslamdan çox başı çıxmayanlar, yəni dərindən Quranı bilməyənlər. Bax oxuyub dedilər ki, bu nədir? Bu sən deyir, mən deyir, azca daşqalaq eləsən, sən bizi aldadırsan, bu nə kitabdır? Sən Quranı dəyişmirsən, gətirmirsən, mənə bizə belə kitab verirsən. Və deyir, onda bildim ki, deyir, yalnız dəyişməz kitab Qurandır, haqqdır, içində deyil haqqdır, onca İslam qəbul edir. Təsəvvür edin bunu, bu yahudi alimi. Keçən indi zəhmət olmasa birinci şəklə baxaq. Birinci şəkil. Life Science saytıdır, məşhurdur bu. Life Science saytı, hamı bilir bu nədir. Yazıb orada ki, 1500 illik Quran əlyazması bilinən ən qədim nüsxə ola bilər. Orada qeyd olunur. İndi ola 1500 niyə deyir? Təxmini orada açıqlama verilmir, burada içəridə yazılıb. Filan ildən filan il arası 1500 ilə yaxınlaşır. Ona görə deyirlər, 1500-dən biraz aşağıdır. Özləri deyirlər, bunu kəşf ediblər. Orada qeyd edilir ki, həqiqətən tapdıqları Quran, Zahir bəy, fərqi yoxdur, qədim Quran, tapıblar ki, qədim Qurandır bu. Bu belə. Şəkil 2-yə baxaq zəhmət olmasa.